Yeni bir bomba video hər kəs sanmıram. Bu günləri Azərbaycan vs Ermənistan hərbi gücünə baxacağıq. Yəni qarşılaşdırmasına baxacağıq. Əgər videoya like atıb kanala abunə oldunuzsa, keçək videomuza. Bəli, əgər hazırsa videoya keçməmişdən öncə xəbərdarlıq edim ki, bu 2026-cı ilin qarşılaşdırılmasıdır. Ona görə keçək videomuza. İlk önce gördüyünüz kimi defensive budget yazılıb. 750 milyon Ermənistanda, 3 milyar da Azərbaycanda. Savunma büdcəsi yəni. Allies. Bu ən güclü dostlardır səhv eləmirəmsə. Ən yaxın dostları. Tanklara gəlir. 110 dən Ermənistanda, 570 dən Azərbaycanda. Azərbaycan da 5 qatı Ermənistana. Transport təyyarələri 50 dənə Azərbaycandadır, 20 dənə də Ermənistandadır. Ermənistana təbii ki az olmalıdır. Atak helikopterləri, saldırı helikopterləri 15 dənə Ermənistanda, 40 dənə də Azərbaycanda. Yəni toplam helikopteri 100 Azərbaycanda, 35 dənə də Ermənistanda. Ermənistan təbii ki balaca olduğu üçün az şeylər olmalıdır. Burası savaş uçağıdır. 15 dənə Ermənistanda, 65 dənə Azərbaycanda. Azərbaycan. Yüklər bomba təbii ki 2 ölkədə 0. Demək olar 10 dənə ölkədə bilinir, yüklər bomba var. Balistik füzə 20 Ermənistan, 50 Azərbaycan. Atom bombasının da zəifdir, amma 10 kimidir. Biliyorsun raket ataracaqdır, 35 Ermənistan, 150 Azərbaycan. Bu görəv şeylər, təyyarələrdir. 5 Ermənistan, 20 də Azərbaycandır. Roket projektordur bu. Göydə təyyarələri vurur roketlə. 30 Ermənistan, tam 100 də Azərbaycandır. Dronlar 50 Ermənistan, 500 dənə də Azərbaycan, 500 Azərbaycan. Böyləsən dostlardır. Türkiyə ilə Pakistan təbii ki Azərbaycan dostları olmalıdır. Supersonik təyyarələri 10 Ermənistan, 40 Azərbaycan. Rezerv əsgəri. Rezerv əsgəri 200 min Ermənistanda, 250 də Azərbaycanda var. Aktiv əsgərlər 45 min Ermənistan, 126 min Azərbaycan. Dənizaltı. Dənizaltı aslında Azərbaycanda var idi. Səhv eləmirəmsə 6-ya 20 dənə olmalıdır. Navi. 30 dənə Azərbaycanda, 10 dənə də Ermənistanda. Təyyarə gəmiləri. Ən çox Amerikada olmalı səhv eləmirəmsə. Böyük ölkələrdə var. Nükleer dənizaltılar. Yəni təbii ki ən çox Amerikada olabilir. Ən güclü ölkələrdə olabilir. Nəysə dostlar, videomuz bura kimi idi. Deyəsən az qısa bir video oldu. Üzrlü sayın. Gələn videoda hansı ölkələrin qapışmağını istəyirsinizsə yorumlarda yazmağı unutmayın. Sağ olun, gələn videolarda görüşərik.